Biz əvvəlki dərslərdən hibislərdən tanışıq. Müxtəlif hibislər var bizdə. Hansı var idi? Məsələn, Access var idi, MySQL var idi, Oracle var idi və s. Verilənlər, hibis yəni verilənlər bazası idarə edilmə sistemləri. Bunlar bizdə proqramlardır. Və adından da göstərən kimi verilənlər bazasını idarə etmək üçün nəzərdə tutulublar. Bəs verilənlər bazası nədir? Verilənlər bazası kompüterdə müxtəlif verilənlərin saxlandığı, strukturlaşdırılmış şəkildə saxlandığı bazadır. Məsəl üçün, real bir verilənlər bazası deyək. Tutaq ki, DİM-in verilənlər bazasını götürək. Dövlət İmtahan Mərkəzinin verilənlər bazası. Burada nə saxlanılır? Bütün abituriyentlər haqqında məlumatlar. Yəni ki, abituriyentlərin, sizlərin, tutaq ki, adı, soyadı, ata adı, hansı məktəbdə oxuyursunuz, topladığınız ballar və s. hamısı saxlanılır və strukturlaşdırılmış şəkildə saxlanılır. Yəni ki, hərəsi özünə aid olan yerdə saxlanılır. Və bunlar hamısı birlikdə bizdə adlanır nə? Verilənlər bazası. Verilənlər bazasının belə bir tərifi var. Baxaq. Verilənlər bazası informasiyanın saxlanılması, ilkin emalı və axtarışını təmin edən xüsusi formatlı nədir? Fayldır. Yəni ki, verilənlər bazası deyəndə kiminsə ağlına qarma qaçışıq bir şey gələ bilər. Yox, verilənlər bazası fayldır. Digər fayllar kimi də biz məsələn fayllardan da keçmişik, sənədlər keçmişdik Google-da Word-da hazırlanırdı, ya Google Dokumentdə hazırlanırdı, yaxud da elektron cədvəllər keçmişdik ayrıca fayl kimi. Eləcə də verilənlər bazası da ayrıca bir fayldır. Sadəcə digərlərinə baxanda nisbətən mürəkkəb bir fayldır. Nəyə görə? İndi qabaqda baxacaq buna. Məsələn, mən Access müqayisədə deyirəm. Məsələn, Access-dən tutaq ki, Excel-i müqayisə etdirəm, bir qədər mürəkkəb fayldır. Deyəcəm indi nəyə görə. Deməli, verilənlər bazası nə oldu? Fayl oldu. Və bu fayl içində saxlanılan, özündə saxlanılan verilənləri adından göstərək kimi saxlanılması, ilkin emalı, məsəl üçün, ilkin emalını aid eləmək olar ki, tutaq ki, çeşidlənməsi, bayaq saydığım informasiyanın, misal üçün, adları ayrı, soyadları ayrı, imtahan ballarını ayrı və s. saxlayır da çeşiddir. Axtarılmasını bir də təşkil edir, təmin edir. Yəni ki, istənilən verilənlər bazasının ən önəmli xüsusiyyətlərindən biri informasiyanın sürətli şəkildə axtarılıb, tapılıb əldə edilməsidir. Misal üçün, belə bir şey deyək, kompüterlər istifadəyə verilməzdən əvvəl, yəni kompüterlər kəşf olunmazdan əvvəl informasiyalar saxlanılırdı, tutaq ki, kartotekalarda, kitabxanalarda və s. Hesab eləyək ki, bir də bizə kiminsə haqqında məlumat lazımdır. Biz gedirdik, uzun-uzadı əlifba sırasından şkafları axtarırdıq, tapırdıq, şkaflarda rəfləri axtarırdıq, tapırdıq, orada qovluqları axtarırdıq, tapırdıq və s. Uzun çəkən bir proses idi. Amma kompüterlər bizdə istifadəyə veriləndən sonra verilənlərlə işləmək rahat oldu. Nəyə görə? Çünki kompüterdə verilənlər bazası sürətli şəkildə axtarışı təmin edir. Yəni ki, sən tutaq ki, kiminsə haqqında məlumat axtarırsansa, həmin adamın haqqında məlumatı sadəcə belə deyək, adını yazırsan, müəyyən açar sözləri yazsan, gəlir. Tutaq ki, imtahanda topladığınız balı tapmaq üçün siz iş nömrəsini və şifrənizi girirsiniz və sizə imtahan balınızı göstərir, düzdürmü? Həmin şey, bax görürsünüz, bir də get, axtar hardansa, tutaq ki, köhnə qayda olsaydı, hardansa axtar, tap ki, nə qədər imtahanda bal yığırsan, sən kimsən, ha vaxt imtahan verirsən və s. və s. Yox, sadəcə yazırsan, alırsan. Bu da bizdə dediyim kimi verilənlərin axtarışını, verilənlərin axtarışı bunu təmin edir. Yaxşı. Bəs bizdə belə bir anlayış da var, verilənlər modeli. Verilənlər modeli nədir? Deməli, bizə verilənlər bazasını yaratmaq üçün verilənləri biz bir yerə toplayırıq, onları strukturlaşdırırıq və bununla da biz verilənlər modelini yaratmış oluruq. Yəni ki, verilənlər modeli nədir? Verilənlərin kompüterin yaddaşında hansı strukturda, hansı formada saxlanılmasıdır. Buna görə 3 əsas belə formaya, qrupa bölünür. İlk olaraq bizdə verilənlər bazaları yeni yaradılanda bizdə verilənlər modeli hierarxik formadaydı. 3 deyəndə 3 əsaslı, bir də onlardan yaranma obyekt yönümlü var. Baxacaq. Onlardan deyəndə sonradan yaranma obyekt yönümlü var. Buna da baxacaq, deyəcək. İlk öncə bizdə nə idi? Hierarxik strukturu idi.
Hiyerarxik struktur bizdə bir önəmli çatışmazlığı var idi. Nə? Verilənlər arasında keçid eləmək vaxt aparırdı. Yəni ki, hiyerarxik struktur biz keçmişik. Harada keçmişik yadımıza salaq? Modellərdə. İnformasiyanın ağac modeli keçmişdik. Bir də kompüterin əməliyyat sistemi, daha doğrusu fail sistemi də hiyerarxik strukturdadır. Düzdürmü? Məsələn, kimlərin səsən haqqında, bayaq dediyim abituriyentlər haqqında verilənlər bazası yaradırsan, amma hiyerarxik strukturdan. Gəl belə təsəvvür edək. Bizdə tutaq ki, hər rayona görə ayrıca qovluq yaradılır. Hər qovluqda, hər məktəbə görə ayrıca qovluq yaradılır. Kompüterin qovluq sisteminə uyğun deyirəm də ki, sizə təsəvvür yaransın deyə. Hər qovluqda, hər şagirdə görə, hər abituriyentə görə ayrıca qovluq yaradılır. Hər qovluq, o qovluqların içində hər şagirdə görə ayrıca ad, soyad, ata adı qovluğu, topladığı bal qovluğu və s. Yaxşı, bunlardan kimisə axtarıb tapmaq olur, amma bir nəfərdən başqa nəfərə keçmək asandır mı? Yox. Gəl hər dəfə, məsələn, sən C1-ə gəlibsənsə, burada səviyyələrdən də, birinci səviyyə, ikinci səviyyə, üçüncü səviyyə, hiyerarxik quruluşlar ki, hər səviyyə özündən sonraki səviyyədən birbaşa asılıdır. Yəni, sən məsəl üçün C1-ə gəlibsən və sonra C5-ə getməlisən, sənin bir dənə yolun var. C1-dən D1-ə, A1-ə, B2-yə, sonra C5-ə. Gördünüz? Vaxt aparır. Yəni ki, bayaq dediyim ki, sən tutaq ki, fərdin haqqında məlumatlara baxırsan, sonra ilkin haqqında məlumatlara baxmaq istəyirsənsə, sən artıq geri qayıtmalısan müəyyən qədər, sonra təzədən keçid eləməlisən. Bu əlverişli deyildir. Sonradan bunu bir qədər təkmilləşdirdilər və ortaya şəbəkə çıxdı. Şəbəkə. Şəbəkədə də bizdə oxşar quruluşdur hiyerarxik struktura. Amma hiyerarxik strukturdan fərqli olaraq şəbəkədə bizdə obyektlər arasında əlaqələr daha çoxdur. Yəni, burada baxsaq, birbaşa özündən yuxarıda olandan, yəni daha üst səviyyədə olandan əlaqəsi yox, digərlərindən də olar. Məsələn, C3 xanasına baxsaq, bizdə B1 xanasından da əlaqəlidir. Tutaq ki, B1 hücrəsindən deyək də, yəni ki, qraf kimi götürsək B1 təpəsindən deyək. B1 təpəsindən də əlaqəlidir, A2 təpəsindən də əlaqəlidir. Bizdə hiyerarxik strukturda bu yox idi. Düzdürmü? Müasir dövrdə amma daha çox istifadə olunur relyasiyalı. Burada var mı? Burada yox. Relyasiyalı verilənlər bazasından. Nədir relyasiyalı verilənlər bazası? Relyasiyalı verilənlər bazası bizdə cədvəldir. Sadəcə, yəni ki, adı çətin göstərsə də bizdə cədvəllərdir. Düzdür, məsəl üçün, indi sizdə sual yarana bilər ki, biz daha əvvəlcə keçmişik də cədvəl prosesoru keçmişik, Excel. Əgər bizdə Excel varsa, cədvəldirsə, biz niyə ikinci bir cədvəl proqramı işlədirik də, akses nəyimizə lazımdır? Və ikinci bir sual da yarana bilər ki, niyə relyasiyalı deyirik? Birinci sualı cavablandırmaq üçün gəlin biz ikinci suala baxaq birinci. İlk olaraq. Nədir? Dedik ki, relyasiyalı, düzdür? Relyasiyalı. Bu bizdə İngilis mənşəli söz olan relation. Aha. Relation sözündən götürülür. Və əlaqə deməkdir. Relyasiyalı verilənlər bazası, yəni əlaqəli verilənlər bazası. Nədir bu əlaqə deyəndə? Cədvəllər arasında. Mən az əvvəl dedim ki, məsəl üçün, digərlərinə baxanda daha mürəkkəb struktura malikdir. Nəyə görə? İndi qabaqda biz işləyəndə, aksesdə işləyəndə baxarsınız, bir verilənlər bazasında çoxlu sayda cədvəl yaratmaq olar. Yəni, Excel'də də cədvəllərimiz var idi. Amma buradakı cədvəllər arasında əlaqə yaradılır. Yəni ki, tutaq ki, bizdə cədvəl verilibdir. Bayaq ki, dediyim, hansı ki, abituriyentlər haqqında var idi, az əvvəl izah elədim. Onu götürək. Bizdə nədir? Dimin tutaq ki, demirəm belədir, belə təsəvvür edək. Dimin bazasında, verilənlər bazasında bu qaydadır. Məktəblər cədvəli var, şagirdlər cədvəli var. Düzdürmü? Və məktəblər cədvəlində hər bir xana, hər bir məktəbin adı şagirdlər cədvəlindəki bir çox şagirdin adından əlaqəli. Məsələn, şagirdlər cədvəlində siyahı ilə verilir də, belə götürək, tutaq ki, 1, 8, 9 və 15-ci şagird bizdə verilənlər bazasının digər cədvəli olan məktəblər cədvəlində 3-cü məktəbin adından bağlıdır.
Buradan belə bir şey çıxır. Dedik ki, cədvəllər arasında əlaqələr var. Düzdürmü? Cədvəllər arasında hansı əlaqələr var? Var one-to-one əlaqəsi. Aysa, one-to-one. Birin birə əlaqəsi. Və yaxud da one-to-one əlaqəsi. Bir cədvəlin bir elementi digər cədvəlin bir elementinə aiddir. Bağlı olur da, belə deyək. Məsəl üçün, bizdə iki cədvəl götürək. Birində şəxsiyyət vəsiqələri cədvəlidir, digərində də bizim adlarımız, yəni tutaq ki, tələbələr cədvəlidir. Düzdürmü? Şəxsiyyət vəsiqəsi cədvəlində hər bir fin kod aid olur tələbələr cədvəlindəki hər bir ada. Düzdür? Bir fin kod bir ada uyğundur. Gördünüz? Birin birə əlaqəsidir. Sonra var one to many. Birin çox əlaqəsi. Bu zaman bir element, bir cədvəlin bir elementi digər cədvəlin bir çox elementinə aiddir. Məsələn, bayaq dediyim məktəblər və şagirdlər cədvəli. Düzdürmü? Bizdə bir siyahıda, bir cədvəldə məktəblərin adları verilir, bir cədvəldə də şagirdlərin adları verilir. Və bir məktəbdə bizdə çox şagird oxuyur, düzdür? Məsəl üçün, götürək hər hansı bir məktəb. Məktəbimizin adı nədir? Şəmkir şəhər? Şəmkir kənd. Şəmkir kənd tam orta məktəbi. Götürək, məktəbimizdə təxminən 500 şagird varmı? Birinci cədvəldə, məktəblər adı olan cədvəldəki Şəmkir kənd tam orta məktəbi bölməsi, yəni xanası, digər cədvəldəki 500 xanaya uyğun gəlir. Gördünüz? One to many. Aydındır? Sonra var yəni many to one izah eləməyə malə yeri yoxdur. Çünki bayaqki dediyimin tərsidir də. Bir cədvəldəki şagirdlər, digər cədvəl, bir çox şagird, digər cədvəldəki bir məktəbə uyğun gəlir. Bayaqki tərsidir. Var many to many. Yəni çoxun çoxa əlaqəsi. Buna misal olaraq göstərmək olar ki, tutaq ki, siz imtahan verdiniz və yerlər seçdiniz. Düzdürmü? Tutaq ki, Fərid sən 8 dənə yer seçdin. Düzdür? Bir cədvəldə bizdə abituriyentlərdir, digər cədvəldə ixtisaslardır. Fərid 8 ixtisas seçir. Və birinci seçdiyi kompüter elmlərini baxsan, digər tələbələr cədvəlindən 15 nəfər seçir. Gördün? Fərid, birinci cədvəldə Fəriddən, məsələn, belə götürək, 2 cədvəldir. Qısa yazıram, mümkün qədər. Bizdə 1, 2, 3, 4, 5, 1, 2, 3, 4, 5. Bu bizdə tələbələrdir. Tələbə. Bu da ixtisasdır. Okey. Birinci tələbə bizdə çox ixtisas seçə bilər də. Birinci tələbə seçib ikinci ixtisası, birinci tələbə seçib üçüncü ixtisası, birinci tələbə seçib beşinci ixtisası. Burada bir balaca oxuda yanlışda çəkdim. Aha, gördünüz, bir cədvəlin bir xanası digərinin çox xanasına uyğun gəlir, düzdür? Amma baxaq, ikinci ixtisası seçən bizdə başqa bir tələbə də var. Üçüncü tələbə də seçir, beşinci tələbə də seçir, düzdür? Gördün, birin çoxa, birin çoxa. Yəni ki, birin çoxa və çoxun birə. Bu artıq oldu bizdə nə? Many to many. Yaxşı. Buna qədər sual var. Gəlin baxaq, bizdə verilənlər bazasını necə yaradırlar? Verilənlər bazasını yaratmağın əsas iki növü var. İki yolu var. Birinci, bu daha əvvəllər istifadə olunurdu. Nə? Xüsusi proqramlaşdırma vasitələri köməyi ilə. Yəni ki, bizdə verilənlər bazası ayrıca bir proqram kimi qurulurdu və içi doldurulurdu. Bu isə bizdə çox vaxt tələb edən və ixtisaslaşmış kadra ehtiyac duyan bir prosesidir. Yəni ki, əgər sən bir şirkət müdürüsənsə və sənə hansısa bir baza lazımdırsa, sən nə varmalıydın? Sən gedib bu işi bacaran bir adam tapmalıydın. Onun da işi varmı, yoxmu? Varsa növbəyə durmalıydın. Müəyyən məbləğ ödəməliydin və daima həmin adamdan asılı olmalıydın ki, nəsə dəyişiklik eləyəndə
təzə yeni sən o yada düzəldir və verilənlər bazasında müəyyən yeniliklər yaranır. Bu uzun çəkən bir proses idi və dediyim kimi həm bahalı, həm vaxt cəhətdən əlverişsiz, həm də daima hazırlıqlı kadr tələb edən bir proses idi. İkinci yol bizdə işimizi asanlaşdıran webistlər, verilənlər bazası idarə olunma sistemləri. Bunlar artıq bizdə verilənlər bazası yaradılması, redaktəsi, saxlanması və əlvanı üçün istifadə olunan proqramlardır. Məsəl üçün, götürək Access-i. İndi qarşıdakı dərslərdə biz Access-dən işləyəcəyik. Biz nə edirik? Access-də verilənlər bazasını yaradırıq və istədiyimiz kimi dəyişikliklər eləyirik və belə deyək, onu yadda saxlayırıq. Və biz belə götürəndə heç də bir proqramlaşdırma bacarımız falan demək olar ki, yoxdur da o sahədə, düzdür? Gördünüz, işimizi rahatlaşdırdı. Ta gedib hansısa bir mütəxəssis axtarıb tapırıq. Özümüz yaradırıq, özümüz işlədirik. Aydındır? Okey, yaxşı. Bəs başqa nə fərqi var? Bizdə verilənlər bazası, relyasiyalı verilənlər bazası digər cədvəllərdən. Relyasiyalı verilənlər bazasındakı cədvəllərin bu xüsusiyyətləri olmalıdır. Mütləq bu xüsusiyyətləri olmalıdır. 1. Cədvəl hər bir elementi bir verilən elementdir. Yəni, hər bir element ayrıca bir element sayılır. Cədvəl hər bir elementdir. Cədvəlin ixtiyari sütununun bütün elementləri həmcinsdir. Gəlin, baxaq. Biz Excel-də, xanalarda verilənlərin tiplərini keçmişdik də. İstəyəndə xananı seçirdik, xanaya biz valyuta qoyurduq, verilən tip olaraq, tarix qoyurduq, faiz qoyurduq, kəsir qoyurduq, düzdür? İstənilən xana. Xananın altında, məsələn, biz burada dərs keçəndə, qarlama kimi göstərəndə faizin altına tarix də qoyduq, düzdürmü? Burada elə deyil. Burada sən yenə də xanalara verilən tipi təyin edebilirsən, amma xana yox, daha doğru desək, sütunlara. Yəni ki, bir xana yox, birbaşa sütunun tipini dəyişirsən. Bir sütuna sən, tutaq ki, tarix qoydunsa, həmin sütuna sən valyuta yaza bilməzsən artıq. Aydındır? Bu bir. Sonra, hər bir sütunun bənzərsiz adı var, unikal adı var. Yəni ki, tutaq ki, sən Excel-də, müqayisə üçün Excel deyirəm də, Excel-də başına yazırsa adı, soyadı, atadı, düzdür? Onun qarşısında da adı, soyadı, atadı yaza bilərdi. Burada yəni heç bir limit, heç bir qadara yoxdur. Amma Access-də artıq bu bizdə problemdir, yaza bilmirik. Yəni ki, hər bir sütunun adı unikaldır. Sən başda adı, soyadı yazdınsa, ikinci bir adı, soyadı olan sahə yarada bilmirsən. Aydındır? Sonra, iki eyni sətir ola bilməz. İki eyni sətir ola bilməz. Yəni, məsələn, Access cədvəlində bir sətrə mən yazdım, Heydər Elnur Elmidaroğlu. Düzdürmü? İkinci sətrə mən eyni şeyi yaza bilmirəm. Haradasa müəyyən bir yerdə fərq. Deyirsiniz ki, bəlkə elə bir adam var ki, o da Heydər Elnur Elmidaroğludur. Hə, ola bilər. Haradasa bir fərq olmalıdır amma. Biz əlavə edə bilərik doğum tarixi, əlavə edə bilərik nəsə başqa bir əlamət ki, ən azından bizdə bir dənə unikal sahə olmalıdır. Bu da gəldik bizdə digər bir qayda. Mütləq bizdə, bax, elə bir sahə deyək də, elə bir sütun, sahə nədir izah edəcəm, elə bir sütun olmalıdır ki, o sütunun qiymətləri təkrarlanmasın. Nə ola bilər bu? Sıra nömrəsi ola bilər. 1, 2, 3, 4, 5 təkrarlanmır da, düzdür? Məsəl üçün, şəxsiyyət vəsiqəsinin fini ola bilər. Şəxsiyyət vəsiqələrinin fini təkrarlanmır da, bunu bilirik. Və yaxud da tələbələr arasında tutaq ki, iş nömrəsi ola bilər. Amma ad soyadı ola bilərmi? Yox. Məsəl üçün, Əliyev Abbas tutaq götür. O qədər Əliyev Abbas var ki. Deməli, sonra bizdə nə var? Sətir və sütunlar ixtiyari ardıcılıqla düzülə bilər. Bu aydın məsələdir. Bu da yuxarıda dedik, təkrarın adla sütun ola bilməz. Yaxşı, gəldik sahə məsələsinə. Nədir sahə? Biz Excel-də keçmişdik ki, cədvəldə nə var? Sətirlər və sütunlar, düzdür? Access-də də eyni sətirlər və sütunlardır. Sadəcə adlarını dəyişdirik. Biz indən sonra, deməli, sütun əvəzinə nə deyəcəyik? Sahə. Sütun bizdə oldu sahə.
Sətir də bizdə olacaq yazı. Bizdə deməli sahələr və yazılar. İndən sonra mən sahə deyəndə nəyi nəzərdə tutmuş oluram? Sütun. Yazı deyəndə sətirləri nəzərdə tutmuş oluram. Aydındırmı? Evdə nəyə baxırıq? Evdə baxırıq. Səhifə 200, səhifə 201, səhifə 202. Aydındır? Dərs uzun dərsdir. Hissələrə bölüb götürəcək. 3 səhifə. Kimin sualı var?